Hər kəs salamlayıram. Əziz dostlar, bu bananı səhər tezdən karbohidrat əvəzi yeyə bilərsiniz də. Yəni insulin direnci olanlar da yeyə bilər. Yəni karbohidrat əvəzi bananı. İndi yanında yumurta qoya bilərsiniz, zulal əvəzi və yaxud yağsız pendir qoya bilərsiniz 2 dilim və yaxud 2 qaşıq yəni yulaf yeyə bilərsiniz. Bananın yarısını qata bilərsiniz ona. Yəni siz işləri niyə belə çətinləşdirirsiniz əziz dostlar? Yəni bəzən sual verirlər ki, necə oldu siz belə arıqladınız və s. Yəni tez bir zamanda. Heç nə, mən məqsəd qoydum, getdim, yəni çətin pəhrizə oturdum və salam. O baxımdan hamı rahatlıq axtarır ki, mən necə çox yeyim ki, rahat arıqlayım. Elə bir şey yoxdur. Başa düşürəm, indi şokoladdır, şirniyyatdır, fast fooddur, dönərdir, adama xoşdur. Amma ki, alınmır da ki, alınmır. Yəni biz elə insanlarıq ki, yeyib kökələnlərdənik. Yəni insan var ki, yeyir, kökəlmir, o xoşbəxt insandır. İndi neyniyək? Bizim də yəni qurban olduğum bizi belə yaradıb. O baxımdan bir daha söylürəm ki, əziyyət çəkməsən, yəni nəticə yoxdur. Hər kəsə uğurlar.